Vətən uğrunda olan şəhidlər, Azərbaycan şəhidləri, ümumiyyətlə həqiqət uğrunda, din uğrunda, Adəmindən bugünkü günə qədər o insanlar ki, öz əziz canlarını fəda ediblər, məxsusən Şəhədai Kərbəlanın hak ruhlarını salavatla yad edir. Bugün tarixdən ən ağır gündür. Bugün İmam-ı Zaman Aleyhisselam qəmlidir, kədərlidir. Üçüncü səlavatı İmam-ı Zaman Aleyhisselamın salavatçılığına və zuhurunun təcili üçün hədiyyə edək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين بارئ الخلائق أجمعين فاطر السماوات والأرضين نحمده ونستعينه والصلاة والسلام على سيدنا ونبينا حبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين المظلومين لا سيما بقية الله الأعظم أرواحنا لتراب مقدمه الفداء رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم كن لوليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقاعدا وناصرا ودليلا معينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى الأرواح التي حلت بفنائك عليكم السلام منا ورحمة الله وبركاته. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-i Murtəza, Peyğəmbər ağlar. Hər sözdən əvvəl bu əza günü münasibətilə İmam-ı Zaman Aleyhisselamın məhzəri şərifinə Məraci Nizam, siz əziz, möhtərəm bacı qardaşlara, gözəl, dəyərli, ruhani qardaşlarının məhzər şərifinə təsliyyət, baş sağlığı ərz edirəm və təşəkkür edirəm əziz, möhtərəm ustadlar ki, məclisimizi münəvvər ediblər və mən bu qardaşların, bu ustadların ən kiçiyi olaraq ki, qulluğa kiçiyi göndərirlər, bu minvalına əmr olundu ki, bir neçə kəlmə, bir neçə dəqiqələr sizin xidmətlərinizdə olaq. İlahi kəlamından, müsibətin zikrindən, Aşura günündə siz əzizlərin məhsərinə ərz edək,
təşəkkür və təqdir edirəm. Həm gözəl ustadlardan, həm də gözəl səsləri ilə, gözəl nohələri ilə məclisi münəvvər ediblər. Həqiqətən də bu məclis çox adi bir məclisdir. Və bu məclisin özünə məxsus çox dəyərləri var. Onlardan da biri budur ki, bizim bugün burada iştirak edən ustadlardan əlavə məddahlarımız, rozəxanlarımızın özləri də alim və ustaddırlar. Bunun özü böyük bir dəyərdir ki, rozəxan, nohəxan özü alim olan, ustad olan, hər məsəni, hər rozanı deməyən insanlara, siz gözəl Hüseynçilərə xalis, mötəbər rozalar və nohələr oxuyar. Ümumən, bütün bu ustadların, özünün, İmam-ı Zaman Aleyhisselamın salavatçılığına salavat məndən edilir. Allah! Qanun budur ki, Aşura günündə əsasən yeri verərlər nohələrə, əzadarlığa, şəbihə və s. Ona görə də dəyərli ustadımız Hacınağıdan sonra mənim söhbətimin heç yeri yoxdur. Amma ki, qardaşlar əmr elədilər, proqramda qeyd ediblər. Mən də bir neçə dəqiqə vaxtınızı alacağım. Əsasən çalışacaq bu gündə, Aşura günündə sinə vurmaq, nohə demək, əzadarlıq eləməyə vaxt çox ayırır. Bir söz var, o söz bundan ibarətdir. Kullu yevmin Aşura, kullu ərzin Kərbəla. Hər gün Aşura və hər yer Kərbəladır. İstəyirəm bu sözün ətrafında bir neçə dəqiqə söhbət edək və sonradan inşallah zikri müsibət qardaşımız bizləri aparacaq gətirgaha. Bu günləri Aşura günündə böyük müsibətlərdən biri İmam Hüseyn Əsəlamın hərəmlərlə, bacıları ilə, uşaqları ilə vidalaşması və gətirgahdır. İnsan nə qədər ki, bu maddi aləmdə yaşayır, iki məfhumdan ayrı düşə bilmir. Onun biri zamandır, biri də məkandır. Nəzər salsız gündəlik həyat tərzinizə, yaşayışınıza görərsiniz ki, sizə suallar verir. Harada, haçan və zəng olunur, haradasan, haçan gələcəksən? Bu sualların biri zamana, biri də məkana. Aşura zamanı çatdıran bir məfhumdur. Kərbəla məkanı çatdıran bir məfhumdur. Aşura əşərə sözündən 10-cu gün deməkdir. Yəni, Hicrətin 61-ci ilində Muharrəm ayının 10-cu günündə İraq məmləkətinin Kərbəla adlı bir səhrasında misilsiz faciə baş verildi. 1400 illik müsəlmanlar, azadlıq sevən insanlar, çünki Hüseyn azadlıq şahıdır. Azadlıq sevən insanlar bu günü qeyd edirlər. Hər yer Kərbəla, hər gün Aşuranın bir balaca izahına ehtiyac duyulur. O bundan ibarətdir ki, yəni İmam Hüseyn Əleyhisselamın müqəddəs qiyamı hər hansı bir zamanda və hər hansı bir məkanda məhdudlaşa bilməz.
İmam Hüseyin əleyhisselam elə bir cərəyan yaradıldı ki, bütün zamanları və bütün məkanları əhatə edir. Hüseyin sevən üçün, azadlıq sevən insan üçün hər yer Kərbəladır, hər gün Aşuradır. Bunun mənası budur ki, elə bilməyək, Kərbəla coğrafi cəhətdən İraqda bir kiçik şəhər, Aşura da tarixin bir səhifəsi idi, Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da. Bu hadisə də onda qalsın, tarixin bir səhifəsində necə ki, çox hadisələr unudulur, tarixin səhifələrində, kitablarda qalır. Bu söz bunu çatdırır ki, Hüseynin yarattığı məktəb, Hüseynin təfəkkürü, Hüseynin ideolojiyası bütün məkanlarda, bütün zamanlarda var. Bizlər daim gərək Kərbəlayı olaq, daim gərək Aşuranı yaşayaq, hökməndir Məhərrəmli gəlsin, əza saxlayaq. Bu öz yerində. Amma bizim həyat tərzimiz, bizim təfəkkürümüz gərək Aşura məktəbi, Kərbəla məktəbinin üzərində qalır. Aşura bir qızıltım deyil. Aşura böyük bir cərəyandır. Cərəyan hansı bir cərəyan? Aşura elə bir cərəyandır ki, daim haqq ilə batilin mübarizə etdiyi bir cərəyandır. Aşura nurla zülmətin daim mübarizə etdiyi bir cərəyandır. Aşura ədalətlə zülmün daim mübarizə etdiyi bir cərəyandır. Yəni qardaşlar, bacılar, əzizlər, diqqət buyurun ki, insan daim Kərbəlanın, Aşuranın kəramatını qazanır. Hökman bu cürdür ki, insan Aşuranı yaşamaq üçün, Kərbəlanda olmaq üçün, tarixin səhifələrini geriyə çevirmək lazımdır. İnsan qayıtsın Aşura günündə, Hicrətin 61-ci ilinə və Kərbəla adlı coğrafi bir nöqtədə qərar tapsın. Hər zamanın Kərbəlası və Aşurası var. Hər zamanın zalimi var. Hər zamanın zülmü var. Hər zamanın ədalətlisi var, rəhbəri var, idealı var. Hər zamanın Yezidi və İmam Hüseynləri var. İnsan gərək daim bunu nəzərində alsın. Çox sizlərin vaxtını almayaq. Bu ikinci məsələ ki, qardaşlara istəyirəm, ərz edəm, o bundan ibarətdir ki, İmam Hüseyin əleyhisselama və Kərbəlaya iki cəhətdən yanaşmaq mümkündür. Ümumi şəkildə. Ümumi şəkildə götürsün, İmam Hüseyin əleyhisselama və Kərbəlaya iki cür biz yanaşabilirik. Birinci yanaşma budur ki, İmam Hüseyin əleyhisselam məzlumdur. Babası Peyğəmbər kimi, atası Əli Mürtəza kimi, anası Xanım Zəhra kimi, qardaşı Həsən Müstəba kimi məzlumdur. Hüseynin adını eşidəndə qəlblərə kədər olur, gözlər yaşarır. Çünki Allah Rəsulü buyurur, İnnəl qətlil Hüseyin hərabət fi qulubin nas, dağıtın bura. Hüseynin qətlindən ötəri, qəlblərdə, müminlərin, müsəlmanların qəlblərində bir hərarət, məhəbbət istiliyi var ki, heç vaxt soyulmaz. Kərbəla da bu sözdür. Kərbəlaya birinci yanaşmamız budur ki, Kərbəla qəlb edilir. Kərbəla dedikdə
insan gəmgin olur, gəlirlər kədərlənir. Bax, bugün parantezdə yadıma düşdü, o məsələni özümə vəzifə bilirəm ki, ərz edən, təşəkkür edən. Bax, bu Leningrad şəhərində zamanıma nəzər salsın, vaxtında kommunistin mərkəzi olubdur, mərkəzlərindən olubdur. Allahsızlıq məktəbin Quran insanın adı ilə bağlanmış şəhərdə möminlər, müsəlmanlar neçə illərdir Hüseynə əza məclisləri olur. Bu hədisin bariz nümunəsidir. Mən təşəkkür edirəm bu məclisləri təşkil verən qardaşlardan. Bu şəhərdə 3 dənə Əhl-i Beyt məkanı var. Əhl-i Beyt adı ilə fəaliyyət göstərən məkanlar var. Amma qardaşlar, İmam Hüseyin Aleyhisselam bugün də məzmundur. Bax, necə insanın ürəyi açılır, insan rahat söhbət edir, qardaşlarımız rahat müizə edirlər. Amma biz 10 gecədir rahat söhbət edə bilmirik. Məclisi xülasələşdiririk, nohələri yavaşlayırıq ki, bizim müstəqil, xüsusi bir məkanımız yoxdur. Hüseynə indi də möminlər, aşiqlər rahat ağlaya bilmirlər. Mən təşəkkür edirəm o qardaşlardan ki, bu məclisləri bərpa edirlər. Öz xidmətləri ilə, istər fiziki xidmət, istərsə də maddi xidmətlə bu əziz qardaşlar, siz əziz qardaşlar, bu məclisləri zinətləndirirsiz. Bir məsələ bizə müraciət olubdur və mən özümə vəzifə bilirəm ki, bu məclisdə ki, bundan daha böyük bir məclis olmayacaq, istəyirəm onu xatırladaq. Siz bilirsiniz ki, bizim bu yerlərimiz məhduddur. Yer olmur. Bəziləri gəlir, görür, yer yoxdur, qayıdır. Bəzi insanlar var ki, rahat otura bilmir, az oturub tutur. Və bir neçə qardaş bizə müraciət edildi ki, xüsusi bir yer alınmaq üçün, əlbəttə bəziləri var ki, o qədər Hüseyn aşiqdirlər ki, hətta istəmirlər ki, onların adları çəkilsin. Ona görə də biz bank hesabı da, qardaşlar, bu məsələ ilə bağlı kim istəsə, nəsə İmam Hüseyin Aleyhisselam dəftərində adını yazdırsın ki, qardaşlar müraciət ediblər ki, bir neçə insanlar müraciət edib və mən ümid edirəm ki, bir çox insanların da qəlbində var, Hüseyin məktəbinə xidmət eləsin, xüsusi bir yerimiz olsun bu şəhərdə, istədiyimiz kimi əzadarlıq keçirlər və mən bilirəm, qardaşlar belə bir şeydə çox aktivdirlər. Bu məsələ ilə bağlı Hacı Fəxrəddin qardaşa müraciət edə bilərlər. Müraciət etmək istəməyən insanlar ki, istəmirlər, onların adları çəkilsin. Allah rızası, hamı Allah rızası. İstəyir çox gizli olsun, belə insanlar var. Bank hesabı da onların qulluğunda qoyulacaq ki, bu məsələ ilə bağlı nə əlindən gələn xidmətlər varsa, eləyə bilsinlər. Mən ümid edirəm, inşallah, gələn il Mühərrəm ayına qədər bu şəhərdə Allah qoysa, bizim özümüzün şəxsi bir Rus sözünə görə özür istəyirəm, bir hamişeniyası, bir məkanı olsun ki, siz əziz qardaşlar və bacılar, gözəl əzadarlıq keçirirsiniz. Və yenə də qeyd edirəm ki, bu məsələ ilə bağlı bizlərə müraciət olunubdur. Bir neçə mömin qardaşlar, imkanlı qardaşlar istəyirlər ki, bu məsələ deyilsin və bu məsələ aktivləşsin və kimlərin istəyir İmam Hüseyin dəftərində onların da adı yazılsın. Bu məsələ ilə bağlı Hacı Fəxrəddin qardaşa
müraciət edə bilərlər. Ali Muhammed zamanında salavat çəkir. İmam Hüseyin əleyhissalamın bu parantez edilən üzr istəyirəm, bu məsələni vacib bildim ki, qeyd edəyək bu böyük əzəmətli Aşura məclisində. İnşallah Aşuranın hərəkətində mən ümid edirəm ki, gözəl olacaq. İkinci yanaşma İmam Hüseyin əleyhissalama nə dedi? Birinci yanaşma bu idi ki, İmam Hüseyin əleyhissalam məzlumdur, haqqı qəsb olubdur. Hüseyin deyəndə qəlblər kədərlənir, gözlər yaşla dolur. Kərbəla qəm edir. İnsanlar Kərbəlaya gedir, qəmlənir, kədərlənir. Amma ikinci cəhət çox mühümdür. İkinci yanaşma çox əhəmiyyətə malikdir. O bundan ibarətdir ki, İmam Hüseyin əleyhissalam bəşəriyyətə böyük bir müəllimdir. Əsasla budur. Əvvəl Hüseyni gəlir tanıyaq, sonra ona ağlayaq əsasla. Onda bu daha dəyərli olacaq bizim də əza məclisimiz. Yanaşma budur ki, İmam Hüseyin əleyhissalam müəllimdir bəşərə. İmam Hüseyin əleyhissalam azadlıq sevən insanların şahıdır. Azadlıq şahı. İmam Hüseyin əleyhissalam insanlara öyrədir, bizlərə öyrədir ki, necə insan kimi yaşamalıdır, insan kimi də ölməlidir. Və Kərbəla da bu sözdür. Kərbəlaya ikinci yanaşmamız budur ki, Kərbəla böyük bir məktəbdir. Bu gün Aşura böyük bir məktəbdir cərəyandır. Biz Kərbəla məktəbindən İmam Hüseyin əleyhissalamla bir çox dərslər öyrənirik, zaman keçdikcə. İstəyirəm o dərslərin bəzilərdə şahid edəyəm. Bizə öyrətdi ki, İmam Hüseyin əleyhissalam Kərbəlada dini qorumaq üçün gərək fədakarlıq edəsin. Bu böyük bir dərsdir. Bu günləri qardaşlar, çox insanlar dinlə danışır. Amma imtihana gəlib çatanda ayaqları edir. Dini qorumaya çatanda qaçırlar. Necə ki, Kərbaladan çoxları qaçdı. İmam Hüseyin əleyhissalam bizə öyrədir. Dini qorumaq üçün gərək fədakarlıq edəsin. İmam Hüseyin əleyhissalam bizə öyrədir. Qur'anı qorumaq üçün gərək hər şeyindən keçəsin. Necə ki, Allah özü əməli surətdə bunu bizə göstərir. Dini qorumaq üçün, Qur'anı qorumaq üçün hər şeyindən keçir. İmam Hüseyin əleyhissalam bizə öyrədir ki, haqq ilə batilin döyüş meydanında gərək bütün insanlar iştirak edəsin. Böyüklü kiçili, qadınlı kişili, qocalı cavanlı, İmam, rəiyyət, rəhbər, rəiyyət hamısı gərək bir cərgədə dursunlar, bir sırada dursunlar, dini müdafiə etsin. Necə ki, bunu özü Kərbəlada göstərdi. Həbibi bir məzahir ən qoca səmada, 6 aylıq körpə qurban edəmək İslam'a. Öz zamanlarından, Əli-Əkbərindən, Qasibindən, Əbülfəzli kimi qardaşından keçdi. Bunu bizə göstərdi Hüseyin. Və bizə əsas lazım olan məsələlərdən biri budur ki, Kərbəlada bizə bu öyrədilir ki, insan gərək dini müdafiə etmək istəyəndə ayıq olsun, bəsirətli olsun. Yazidin İbn Ziyadın qoşununda bir çox insanlar var idi ki, namaz qılırdılar, ibadət edirdilər, zikir deyirdilər, Qur'an oxuyurdular. Amma ayrılığı olmadığına görə, bəsirətə malik olmadıqlarına görə haqqı tapa bilməyib Yazidin İbn Ziyadın qoşununda iştirak edir. Bax, bugün əsas məsələ odur ki, insanlar, möminlər, məxsusən gənclərimiz, cavanlarımız çox ayıq olsunlar. Məzhəblərin, ideologiyaların, məktəblərin çoxluğu bir dövrdə.
dinin təbliğ edir insanlara və habilə başqalar hamısı zamanları istəyir öz torunasınız. Ona görə çox ayıq olsun. Kərbəla məktəbi doludur dərslərlə, ibrətlərlə. Mən çox az danışacağım, sizləri çox yormayacağım. Onların bir neçəsini işarə edir, inşallah xətmi məclis edərəm. Qur'an bizi ibrət almağa dəvət edir. Qur'anın ayələrinə nəzər salsın, bir çox ayələrdə Allah təbarək və təala insanları ibrət almağa dəvət edir. Kərbəla ibrətlə olur. İbrət əvvəl yəni insan başa düşər. İbrət nədir? İbrət keçmişə dəqiq nəzər salmalıdır. İbrət keçmişdə olan hadisələri dəqiq analiz etməyə deyilir. Nəinki keçmişdə olan hadisələri baş qatmaq üçün əfsanə kimi, nağıl kimi deyilsin. Qardaşlar, möhtərəm bacılar, bu günləri, bax bu Aşura günündə bu hadisələrə bir əfsanə kimi, bir tarixi dastanlar kimi nəzər salmaq olmaz. Əgər biz belə nəzər salsın, Hüseyn məktəbinə zülm edərik. Hüseynə onun məzlum qanının həqqini əda etməmiş olalım. Gərək biz tək-tək Kərbəlada olan hadisələri analiz edək. Aşura günündə olan hadisələrdən ibrət dərsi alaq. Aşura günü doludur dərslərlə. Zeynəb bizim bacılarımıza, qızlarımıza, gəlinlərimizə böyük nümunə, bariz nümunədir. Zeynəb necə Aşura günündə həqdən müdafiə edir, iffətdən, həyadan, hicabdan müdafiə edir. Əsarət dövründə Küfiyə gedirikdə, yol uzunu Şam'a gedirikdə, necə öz iffətin bu xanım qızlar qoruyub da öz hicablarını, bu böyük bir dərsdir. Qalanlara məxsusən o insanlar ki, namaz qılmırlar, ibadət etmirlər. Bu gün üzümü tuturam o insanlara ki, İmam Hüseyin Aleyhisselamın Aşura günündə necə namaza əhəmiyyət verilməsi üçün böyük bir dərsdir, əzizlər. Məxsusən o zamanlar ki, hələ namaza gəlməyib. İmam Hüseyin Aleyhisselam və onun vəfalı əshabları oxların, nizələrin qarşısında cəmaət namazı qılıb. İnsanlara, bizlərə öyrətdilər ki, Aşura necə namaz dinin sütunudur, namazı, dini qorumaq üçündür. Analizlərdən biridir. Nəzər salaq tarixə. İmam Hüseyin Aleyhisselamın müqəddəs babası Həzrət İslam Peyğəmbərinin vəfatından 50 il sonra tarixdə İslam dünyasında hansı proseslər baş verdi, hansı hadisələr, hansı dəyişikliklər oldu ki, İmam Hüseyin Aleyhisselam babasından 50 il sonra məcbur qaldı dini qorumaq üçün, Qur'anı geri saxlamaq üçün öz canından keçsin, fədakarlıq etsin. Bax, bu böyük bir dərsdir. Bizlər gəlib Aşuranın, mən dediyim bu sözlər, Aşuranın dərslərini, ibrətlərini milyonda biridir. Dəryadan damlalardır. Bizim əlimizdə olan bu böyük nimətdən istifadə edilmir. Heç bir dinin, heç bir məktəbin Aşura, Kərbəla kimisi yoxdur. Təəssüflər olsun ki, biz Kərbəlanın, Aşuranın, İmam Hüseyin Aleyhisselamın inanının mahiyyəti düzgün dərk edəməmişdir. Çalışaq düzgün dərk edilir. Amma bugün Aşura günü çox ağır bir gündür. Dünyanın günləri nəzərə salsın, dünyanın yaradılışından, xilqətin əvvəlindən
bugünkü günə qədər, qiyamət gününə qədər Aşura kimi faciə olur. Mən yenə burada qeyd edirəm, yada salırıq Xocalı faciəsini, Qarabağda tökülən məzlum qanlara, körpələrimizin qanları yad edilir Aşura günündə. Əsir düşən öz qız gəlirlərimizi, ana bacılarımızı yad edilir. Bunlar bizim unudulmaz faciələrimizdir ki, Aşura günündə gərək bir Azəri millətinin, bir Azəri qızının, oğlunun yadından, yaddaşından silinməsin. Amma Aşura gününün misli görsənməyir, qardaşlar, bacılar. Aşura günündə qısa bir zamanda, bir neçə saatın zamanın ərzində böyük faciələr başlayır. Faciə faciənin üstündən, müsibət üstündən Hüseynə və Zeynəbə üz gətirildi. Bu müsibətləri mən deyərdim və üləma da təsdiqləyiblər, üləmanın dilindən deyər, ən ağırı İmam Hüseyin Əsəlamın hərəmlərlə, bacıları ilə, balaları ilə, qızları ilə son vidasıdır. İmam Hüseyin Əsəlamın bütün yarın ənsarı, övladları, hətta Əli Əsəri şəhid olduqdan sonra ağır xiymələrdən son vida edildi. Bacılarına, qadınlara tapşırdı, səbirli olunuz. Səbirli olunuz. Dilinizə elə sözlər gətirmirsiniz ki, sizin məqamınızı alçatsın, savabınızı azaltsın. Ürək-dirək verdi xanımlara. İstədi xidmətə qırağa çıxar Allaha. Xanım Zeynəb Qubra əl atdı ağanın, Hüseyin Əsəlamın ətəklərindən tutdu. Başladı möhkəm ağlamağa. Hüseyin, məhlər ya əxi. Xanım Zeynəb deyir qardaş Hüseynə. Məhlər ya əxi. Aram ol, yavaş, dayan. Qoy mən səni doyunca görüm. Tüm mənim axır vidamda, day səni görməyəcəm. İmam Hüseyin Əsəlam dedi ki, bacı Zeynəb, ey Mürtəzanın qızı, ağlama, ağlamaqsın sənin çox zamanın olacaq. O qədər ağlayacaqsın. Başqa bir rivayətdə budur ki, imam çıxdı xiymələrdən. Bir neçə qədəm xiymələrdən uzaqlaşmışdı. Gördü bacısı Zeynəb arxadan səsləyir. Məhlən ya əxi, dayan ya qardaş. İstəyirəm anam Fatimə-i Zəhranın vəsiyyətini icra edir. Bacı hansı vəsiyyətli oldu? Xanım buyurdu ki, qardaş, anam mənə vəsiyyət edildi ki, qardaşım Hüseyin meydana gedəndə mənim tərəfdən onun hürqumundan öpəsən. Xanım dodaqların qoydu, İmam Hüseyin Əsəlamın hürqumun öpdü. Amma bundan da çətin müsibət xanıma bugün üz verir. Bilirsiniz hansı müsibət edir? Xanım qaçırdı qətilgahda, o yana, bayana, heykər axtarırdı. Qardaşının başsız bədənin axtarırdı, tapa bilmirdi. Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya